Diqqət, diqqət! Danışır Xalq jurnalistikası. Salam, axşamınız xeyir. Efirdə son xəbər studiyada Elvin Basqallıdır. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib. Gözünüz aydın. Artıq bundan sonra məktəblərdə telefon işlədə bilməyəcək şagirdlər. Elm və Təhsil Naziri Emin Əmrullayevin imzaladığı yeni qərara əsasən məktəbə hazırlıq qruplarında və ümumi təhsil məktəblərində mobil və elektron cihazlardan istifadə qaydaları təsdiqlənib. Qərar artıq qüvvəyə minib. Yeni qaydalara görə şagirdlərin dərs müddətində mobil telefon, planşet, ağıllı saat və notebooklardan istifadəsi qadağandır. Cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə məktəbin müəyyən etdiyi xüsusi yerlərdə, məsələn qutularda, şkaflarda və digər yerlərdə saxlanılmalıdır. İstisna hallarda cihazlardan yalnız müəllimin icazəsi ilə tədris məqsədi ilə elektron materiallar, təqdimatlar üçün və ya fövqəladə vəziyyətlərdə sağlamlıq, təbii fəlakət və digər hallarda istifadə oluna bilər. Qaydalar pozulduğu halda bir iş günü ərzində valideyn məlumatlandırılacaq, şagirdlər fərdi söhbət aparılacaq və valideyn məktəbə dəvət olunacaq. Dünya Venezueladakı zəlzələdən və sonraki fəsadlardan, nəticələrdən danışır. Venezuelada baş vermiş zəlzələnin 5-ci günü dağıntılar altından ana və 9 aylıq körpəsi xilas edilib. Həm ana, həm də körpəsi yalnız yüngül xəsarətlər alıblar. Xatırladaq ki, Venezuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Son məlumatlara görə təbii fəlakət nəticəsində 1430 nəfər ölüb, daha 3238 nəfər xəsarət alıb. Allahın möcüzəsi. Azərbaycanda 63 yaşlı qadın uzun illərdən sonra övlad sahibi olub. Bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərramov paylaşım edərək bildirib. Onun sözlərinə görə 38 illik həsrətdən sonra pasiyenti ana olub. Aparılan müalicələr nəticə verib və illər sonra ana övladını qucağına götürüb. Həqiqətən də möhtəşəm bir möcüzədir. Bugün bu video trend oldu. Hər kəs bu haqda danışdı. Bəziləri niyə 63 yaşında ana olur kimi suallar verdi. Amma Allahın işini bilmək olmaz və ümumiyyətlə xoşbəxtliyin, ana olmaq xoşbəxtliyinin yaşı yoxdur və bu həm də Azərbaycan tibbi üçün bir uğurdur. Bazar düzüdə sıldırımdan yıxılan alpinist xilas edilib. Əvvəl onu deyim ki, yəqin çox adam bilir ki, Bazar düzü Azərbaycanın ən hündür zirvəsidir. Təsəvvür edirsiniz, ölkənin ən uca zirvəsindən yıxılan şəxsi xilas ediblər. Fövqəladə Hallar Nazirliyinin alpinist xilas ediciləri Bazar düzü zirvəsi istiqamətində sıldırımdan yıxılaraq ağır xəsarət alan 26 yaşlı Altay Cəfərovu çətin keçidli dağlıq ərazidən xilas ediblər. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra təcili tibbi yardım briqadasına təhvil verilib. 4466 metr hündürlüyə malik Bazar düzündən təbii ki, düz dibə qədər yıxılmayıb, amma həmin zirvədən yıxılıb və xilas edicilər onu xilas edə biliblər. Və metrodan istifadə edənlər ekrana biraz yaxın əyləşin. İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır. Xətt üzrə qatarların hərəkəti Xocasan 8 noyabr və Xocasən 8 noyabr və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq. Qeyd edək ki, yay qrafikində qatarların avtovağzal 8 noyabr sahəsində hərəkətində fərqli interval tətbiq edilməyəcək. Xətt üzrə davamlı monitorinqlər aparılacaq. Bu dövrdə sərnişin axınının dəyişən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq ehtiyat qatarlardan istifadə olunacaq. Bənövşəyi xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə mütləq döyüş çempionatını izləməsini əks etdirən görüntülər yayılıb. Həmin video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdən aydın olur ki, Hacı Surxay məsciddə gecənin əsas döyüşü olan Rafael Fiziyev
Manuel Torres qarşılaşmasını izləyib və Fiziyevin qələbəsinə sevinib. Lakin bu izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri ibadət ocağında belə izləmənin düzgün olmadığını qeyd edir. Məsələ ilə bağlı açıqlama verən Hadsurxay bildirib ki, burada qeyri-etik və ya dinə zidd heç bir məqam yoxdur. O qeyd edib ki, İslam dini yalnız ibadət rituallarından ibarət deyil, məscidlər isə təkcə namaz qılınan məkan deyil. Həm də möminlərin bir araya gəldiyi, bir-birinin sevincini və kədərini paylaşdığı mənəvi evdir. O həmçinin bildirib ki, döyüşən gənc sıradan idmançı deyil, daim bu məscidə gələn, namaz qılan, əxlaqı ilə hər kəsə nümunə olan, qəlbi vətən sevgisi ilə döyünən bir mömindir. Onun sözlərinə görə həmin gənc beynəlxalq arenada Azərbaycanı təmsil edir, üç rəngli bayrağımızı ucaldır və dövlətimizin adını idman dünyasında tanıdır. Hadsurxay vurğulayıb ki, bir din xadimi kimi və imam olaraq gənclərin vətənpərvərliyi və idman uğurlarına sevinmək, onlara mənəvi dəstək vermək həm insani, həm də dini vəzifədir. O əlavə edib ki, belə gənclərin arxasında dayanmaq və onlara dəstək göstərmək lazımdır. Mən bu arada bir əlavə eləmək istəyirəm. Bu bir qaydasız döyüşdür. Orada insan xəsarət alır və bildiyim qədərilə İslam dini məhz belə idman növlərini ciddi şəkildə, belə deyək də, dəstəkləmir. İnsan gərək öz bədənini qoruya, başqasına da xəsarət yetirməyə. Amma din xadiminin bunu məhz məsciddə izləməsi elə sosial şəbəkələrdə böyük marağa səbəb olub ki, məsciddə niyə məhz belə bir video izlənir? Hər halda Hadsurxay özü bu sualların cavabını verdi. Sona çatması çətin görünən münaqişələrdən biri də Pakistan İslam Respublikası və Əfqanistan qarşıdurmasıdır. Pakistanın Əfqanistanın sərhəd bölgələrində həyata keçirdiyi əməliyyatlardan görüntüləri izləyək. Növbəti xəbərimiz, videomuz qaynar xəttimizə daxil olan şikayətdir. Quba rayonundan çəkilib göndərilib. Sakinlərin sözlərinə görə kənd yolunun bərpası üçün vəsait ayrılsa da indiyədək təmin işlərinə başlanılmayıb. Sakinlərin iddiasına əsasən yolun vəziyyəti olduqca bərbaddır. Gəlin biz də izləyək. Şikanlı yoludur. Bizim bu yolu daş töküblər. Allah köməkləri olsun. Allah razı olsun. Amma yayımına, bərpasına heç bir kəndə marşrut işləmir, ümumiyyətlə marşrut yoxdur. Taksiyə zəng edirik, taksi gəlmir. Ona görə ki, yol bərbaddır. Xahiş edirik, buna görə bizə bir köməklik göstərəsiniz. Qubalı qardaş, vallah taksi sürücülərindən inciməyə dəyməz. Elə Bakının özündə də yol biraz bərbad olanda taksi sürücüləri ora gəlmək istəmir və müəyyən mənada da onlar haqlıdırlar. Avtomobillərinin xarab olmasını istəmirlər. Xətai rayonu Məhəmməd Adi küçəsi 58A ünvanı, mənzil 492 ünvanında yaşayan İlhamə Əliyevadan bizə şikayət daxil olub. O yaşadığı mənzilə su sızmasından şikayət edir. Evim hal-hazırda bu vəziyyətdədir. Bax, görürsünüz, elektrik naqillərin hamısından. Bax, belə deyək də, buranı da göstərirəm sizə, baxın. Buradan su axır, görürsünüz. Buradan elektrik naqilləri keçir. Görürsünüz, bax, buradan da elektrik naqilləri keçən yerdən, bax, bunu da sizə paralel olaraq göstərərəm. Bax, buradan da görürsünüz, su axır. Bax, burada da eyni vəziyyətdir, baxın. Damdan su axır, baxın. Bütün bu toklar, yəni elektrik naqilləri hamısı buradan keçir. Xəbərin sonu yoxdur, amma son ünvanı var. Space televiziyasının son xəbəri. Sabirabad rayonu Sərxanbəyli kəndi sakinindən də şikayət daxil olub. Kənd sakini Səyyad Marifoğlu Məmmədovun sözlərinə görə körpü uçub və artıq 8 aydır ki, bərpa olunmayıb. Ay salam aleyküm. Asakal, qurban sənə, bax, yağış yağıb, hər yer su basıb, bu körpüdə uçub. Hələ bunu gəlib düzəldən yoxdur ki, bu cəmaat hayanla geçsin. Bax, hələ orada düşüb, cəmaat o yüzden bu yüzden keçir. Ən azı hələ bu gördüyüm maşınların, yavaş-yavaş maşınlar gələcək. Bir dənə bax, yol yoxdur. Bax, bu körpü 8 ay, deməli, dekabrın 15-indən, bilmem 15'iydi, 17'siydi uçub, hələ hindiyədir. Bugünkü günəcət gəlib deyən yoxdur ki, bunu belə düzəldək ya belə. Alternativ yol düzəldəcəklər bu torbalarla.
O da getdilər, qoydular ora. O da düzəltmədilər. Ceyranbatan qəsəbəsi sakini Araz Həsənov da şikayət edir. Bildirir ki, qəsəbənin mərkəzi parkında hündürlüyü təxminən 30 metr olan qurumuş ağaclar təhlükəli vəziyyətdədir. Ağaclar çürüdüyündən hər an aşmaq təhlükəsi var və bu parkdan istifadə edən, yəni parka gələn insanlar üçün ciddi təhlükədir. İnsanların çox yığıldığı bir yerdir. Bax, o tərəfdə görürsünüzmü? İnsanlar nə qədər oturublar hamısı çox. Bax. Və burada otururlar. İndi burada böyük bir təhlükə var. Bu ağacın uzunluğu 30 metrədir. Yoğunluğu, diametri metrdən artıqdır. İndi siz baxın bu ağaca, çata bax. Bir dənə spişka, bir də əlinə itələ bu ağac deməli qopasıdır. Bax, qopub. Bu cəmaatın başına düşəcək. Paytaxtın bəzi ərazilərində isə ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ağaclarda müşahidə edilən qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır. Tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir. Və vurğulanıb ki, sözgedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədi ilə monitorinq və mübarizə tədbirləri davam etdirilir. Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində isə qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub. Xüsusilə Bakı şəhərinin Maşdağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub. Necə deyərlər? Qurbağa gölünə daş atılıb sanki. (051 583 24 08) bu nömrə sizin nömrədir. Yazın 24 saat günün istənilən vaxtı yaza və çəkiliş edib həmin videonu bizə göndərə bilərsiniz. Xəbərin sonu yoxdur. Son ünvanı var. Space TV-nin son xəbəri. Ağsunun Padar kəndindən yolların bərbad vəziyyətdə olması ilə bağlı görüntü göndərilib bizə. İzləyək görək Ağsunun Padar kəndində yollar necədir? Bax, bizim yolumuz bu gündədir. Neçə illərdir bu yol baxımsız vəziyyətdədir, çəkilmir, maraqlanan yox, baxan yox. Və belə çala-çala. Kəndim də var atadan, kəndə də, asfaltdan kəndə də bir 10 kilometr qurumda var. Vaxtında təcili yardım maşını gəlib çatmır, yanğınımız olanda gəlib vaxtında çatmır. Özümüz də ki, bir saata çıxır kətdən, yarım saata çıxır. Saatlı rayonu Musalı kəndi sakinindən şikayət gəlib. O yaşadığı evin həyətinin mütəmadi olaraq su altında qalmasından şikayət edir. Bununla bağlı dəfələrlə bələdiyyəyə müraciət etsə də deyir ki, problemə baxılmayıb. Bakı-Şamaxı avtomobil yolunda təhlükəli yol qəzası baş verib. Əks istiqamətdə hərəkət edən avtomobillərdən birinin təkəri yerindən çıxaraq bloger Nigar Fərzəliyevaya məxsus Range Rover markalı maşına çırpılıb. Nəticədə avtomobilə ciddi maddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. Gəlin izləyək. Ağcabəddə 24 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisəyə keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Rayonun 24 yaşlı Aşağı Afşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə Vəli Süleymanov hadisə yerində vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, yəni AYNA tərəfindən Nərimanov rayonu Təbriz küçəsinin Böyük Meydan adlanan ərazisində söküntü işlərinə başlanılıb. AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən burada daha insan yönümlü mühit, eyni səviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. Metronun Nərimanov stansiyası ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzinin yaradılması, yeni piyada keçidlərinin təşkili və fasiləsiz piyada mühitinin formalaşdırılması nəzərdə tutulur. Görüləcək işlərlə əlaqədar sözgedən ərazinin ətrafı arakesmələrlə bağlanıb, yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Narkotik təsiri altında sürücülük hüququ da olmadan avtomobili idarə edən şəxs həbs edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə Kürdəmir rayon sakini Samit Səmədov kənar dairəvi yolda idarə etdiyi Mercedes markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Süni gərginliyi yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan Samit Səmədovun sürücülük hüququnun olmaması müəyyən edilib. Araşdırma zamanı hərəkətləri şübhə doğuran Samit Səmədov tibbi müayinəyə cəlb edilib və onun narkotik maddə qəbul etməsi üzrə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Səmədov 17 gün müddətdə inzibati qaydada həbs olunub. Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Əsənli və həmyaşlı Pərvin Sevindikov saxlanılıblar. Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marihuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qax rayon polis şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllərdə dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb. Ondan çay sahilində meşəli ərazidə əkdiyi çətənək yolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, Həzrətəli Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Səbail rayonu Badamdar qəsəbəsində yerləşən marketlərin birindən oğurluq edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, o gündüz saatlarında marketə daxil olaraq satıcıların başının qarışmasından istifadə etməklə oğurluq edib. Faktla bağlı araşdırma aparılır. MMA döyüşçüsü və müəllimi Sərxan Vəlinin meyiti tapılıb. Hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib. Çimərliyi ərazisindəki konteynerdən yardımlı rayon sakini 28 yaşlı Sərxan Yadigaroğlu Vəlinin meyiti tapılıb. Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşdirilməyib. Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır. Litvada akademik avar çəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi Amber Awards beynəlxalq turnirdə Nurlan Paşayev uğurlu çıxışı ilə həyatda qalıb. Bir nəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan idmançımız bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Beləliklə, Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal qızıl əyarlı olub. Davam edelim. Fransa prezidenti Emmanuel Macron gözündə yaranan problem səbəbindən Oman Sultanı ilə görüşə tünd eynəkdə qatılmaq məcburiyyətində qalıb. Fransa dövlət başçısı Oman Sultanı Heysəm bin Tariqi qarşılamaq üçün Yelisey sarayının pilləkənlərinə eynəklə çıxıb. Macron rəsmi görüş zamanı qapalı məkanda belə eynəyini çıxarmayıb. Fransa prezidentinin ətrafı məsələyə aydınlıq gətirərək qısa olaraq bildirib ki, bu dövlət başçısında yenidən yaranan göz problemidir. Lakin Fransa hökumətinin rəsmi açıqlamalarına baxmayaraq, hadisə ölkədə və sosial şəbəkələrdə fərqli şayiələrə yol açıb. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Philippot iddia edib ki, prezident bu eynəyi həyat yoldaşı Bridgetin vurduğu şilliyə görə taxır. Və Allah sevərlərə kədərli xəbərimiz var. SSR xalq artisti Alla Pugaçova son 6 ay ərzində 2 dəfə ürəyindən əməliyyat olunub. Yarım il əvvəl müğənni Avropa klinikalarının birində müalicə alıb. Cərrahi müdaxilədən sonra orqanizmi zəiflədiyindən həkimlər ona konsertlərdə çıxış etməməyi məsləhət görüblər. İddiaya görə Pugaçova məhz bu səbəbdən Taylandda keçirilməsi planlaşdırılan konsertdən və bunun üçün təklif olunan 2 milyon dollardan da imtina edib. Из окна видишь ты. Кто влюблен и всерьез. Nə gözəl oxuyur.
Allah şəfa versin Allah'a, qoy dünya Allahsız qalmasın. Və bu xəbərlə bugünlük xəbər ziyafətimizi yekunlaşdırırıq. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.